Tamam. Мои хорошие, подождите. Так, konferans eğitimlerimizde çok özellikli bir hanıma, güzel alime, Musiqi nəzəriyyəsi katedranın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilbər xanım Məmmədovaya. Dilbər xanım deyəsən başqa bir seksiyada çıxış eləməliydi, səhvələnmirəmsə. Bəli, загадку Хумаина Кузировича Бели. Я знаю, что это очень интересная тема, но вы почему-то оказались здесь. Вот, да. Ben doğrudan değil de aşağıdaydım ama orada ekran yok. Eğer ekran takdim etmeyeyim ona göre kalmışım burada. Поэтому вы остались на границе, то есть я, это не моя вина. Narahat olmayın, maraqlı. То есть я бы вас вперед пустила, но из-за того, что последовательность идет, мне пришлось ее соблюдать. Хорошо, Пиля, Садыков Кямал, сис. Allah yaxşı. Buyurun Dilbər xanım. Minnətdarım. Değerli qonaqlar, Biraz qabağa gəl. değerli Üzeyir bəyin qonaqları və onun davamçıları. Üzeyir bəy bizə böyük bir miras qoyub. O mirasla beraber sirlər də yaranır. Amma həmin sirlərin yaranmasında onun tələbələrinin də rolu var idi. Və sirlərdən biri Humayun Lad məqamının məsələsi ilə bağlıdır. Üzeyir Hacıbəyli Əsaslar kitabında 2-ci bölmədə Humayun muğamını təqdim edərkən 2 səs qatarı verir. Oyla beraber melodiya təqdim edir. Amma başqa bir məsələdən təqdim edir ki, şüşlər məqamının tərkibində olan bütün məlumatlar Humayuna aiddir. Bax, belə maraqlı bir qeyd var kitabda. Amma ondan sonra biz qeyd etməliyik, buyurun ki, Səhət Rustamov 1954-cü ildən Rənglər kitabını təqdim etmişdir. Və həmin Rənglər kitabında Üzeyir Hacıbəylinin Əsaslar kitabına uyğun olaraq quruluş təqdim edirdi. Amma belə alınır ki, Humayun ladında, məqamında nümunə verilməmişdi, təqdim olunmamışdı. 2 il sonra Səhət Rustamov, biz bilirik ki, Üzeyir bəyin ən tanınmış tələbələrdən biri olub. Onun milli nəzəriyyəsini davam etdirən bir tanınmış şəxs olub. Və 1956-cı ildə o Azərbaycan xalq rəngləri, baxın, ikinci cildini, ikinci kitabını buraxır. Və həmin kitabda o səhvi düzəldir, Humayun Lad məqamının üstündə melodiyaları həmin kitaba əlavə edir. Və bu ilə də Humayunun nəzəri bir məsələyə melazik şəkildə toxunmasını təqdim edir. Növbə ilə belə bir məlumatı sizə təqdim etmək istəyərdim. Buyurun, deməli, Məmməd Salih İsmailov 60-cı illərdən, 50-ci illərin sonunda və 60-cı illərin əvvəlində öz nəzəriyyəsini tərtib edərək, öz elmi kitablarında belə bir məsələ ortaya çıxardır. Humayun muğamını, məqamını nəzəri baxışla vurğulayır və Humayuna həsr olunmuş bölmə yaradır. Amma maraqlı bir qeyd var onun kitabında. Qeyd edir ki, Humayun muğamında, ladında yazılmış nümunə yalnız bircə dənədir. O da Üzeyir bəyin kitabının içindədir və salam. Başqa həmin Üzeyir bəyin Humayun muğamında yazılan misal nümunə yoxdur. Həmin kitab o yaxınlıqdadır, yeni nəşr olunaraq Məmməd Salih İsmailovun kitabı yenə də həmin bir təqdimatla da ortaya çıxırdı.
Amma əslində mən belə bir məsələni istəyərdim vurğulayım. Əhməd Bəkxanovun deməli, Azərbaycan xalq rəngləri 64-cü ildə çıxmış bir kitabdır. Həmin kitabda Humayun muğamı var, Humayuna aid olan rəng bölmələri vardır və bütün o rənglər Üzeyir bəyin nəzəri prinsipi əsasında təqdim olunur. Yəni, qayda olduğu kimi özünü təmsil edir 64-cü ildə, yəni, Məhəmməd Salih İsmailov yazan dövrdə, yəni paralel olaraq bu kitabın içində Üzeyir bəyin nəzərəsi çox möhtəşəm şəkildə öz təsdiqini tapır. Yəni, bunun araşdırmasını, bunun təhlil etmə prinsipini mən birazdan sonra göstərəcəm. Amma növbəylə belə bir məlumatı istəyirəm sizə təqdim etmək. Ümumdünya musiqi nəzəriyyəsi prinsipi əsasında Humayun muğamının quruluşunu, nəzəri quruluşunu sizə belə tanıtdırmaq istəyərdim. Misal üçün götürürük harmonik majoru, la majoru və harmonik la minoru. Harmonik la majoru, buyurun, zəhmət olmasa deyim, harmonik la majoru səsləri ləğv olunur. Üçüncü pillədən başlayıb yuxarı səs tonika qədər. Sonra növbəylə la minordan yalnız 3 səs saxlanılır. La, si, do. Və nəticədə belə bir səs qatarını alınır. Do, diez, re, mi, fa, sol, diez, la, si. Və bu səs qatarı ifa edərkən, hansı bir anlamı və milli izimlər onları əlavə etməyə və amma şüşlərin səs qatarında deməli 3-cü və 6-cı pillələr tonika sayılır. Bir pillə yuxarı qalsam faya toxunur. O dəqiqə Humayun səs qatarına müraciət olunur. Hətta belə alınır ki, 2-ci və 4-cü pillələr Humayun səs qatarının, səslənməsini təşkil edir. Niyə görə Humayunun sirrinə toxunmuşam? İş ondadır ki, son zamanlar dissertasiyalarda, elmi işlərimizdə belə bir məsələ var ki, Humayun adında yazılmış musiqi misalları təhlil etmə məsələsi zəifləyir. Çünki hətta belə bir məsələ ortaya çıxır. Ramiz Zohrabovun Azərbaycanski təsnifi, Moskvada çıxan kitabın, kitabda 2 dənə nümunə var. 66-cı nömrə, 67-ci nömrə. Humayun muğamında yazılmış parçalardır. Ramiz Zohrabov bunu təqdim edir. Amma bu yaxınlıqda dissertasiyaların birində təqdim edilmiş olunur ki, şübhə altındadır ki, Ramiz Zohrabov niyə görə həmin parçanı, 67-ci parçanı ora salır? Çünki şüşlərin son səsi ilə 3-cü pillədə tamamlanırdı. Təyin etmə məsələsi zəifliyir belə alınır. Amma əgər biz elmi yolla, ümumdünya musiqi nəzəri vasitəsilə, harmoniya vasitəsilə Humayunu tanıtdırsaq, müxtəlif məsələlərlə göstərsək, mənə belə gəlir ki, belə nöqsanlar ortadan çıxa bilər. Və indi belə ümumdünya musiqi nəzəriyyəsində Humayun səs qatarı nə deməkdir? Bu, eyni adlı major və minor harmonik şəklində, amma subdominant tonallığına yönəltmə. Deməli, əgər siz görürsünüz həmin səs qatarı götürürəm, bir qabağa lazımdır, bir kadr qabağa geçsin, zəhmət olmazsa. Dala. Bax burada, diqqətlə baxardınız, şüşlərdə bizdə
götürsək, üçüncü pillə tonikadır, Humayun da ikinci pillə tonikadır və yəni, növbə ilə həmin səs qatarına müraciət etsək və 7-ci pilləyə yəni, dayaq verilsə, əgər yəni, tərkib yəni, adlı belə bir səs qatarda ortaya çıxacaq. Deməli, Humayun prosesdir. İki mərhələdən ibarətdir o proses. Yəni, şüşlərdə yazılan hansı bir parçanı izah edəndə biz deyə bilərik ki, bu Humayunun birinci yəni, bölməsidir. Deməli, şüşlərdə 2 dənə kadensiya ola bilər. 3-cü və 6-cı pillələrdə. Amma Humayunda deməli 3 də, 6 da var, 4 də var, 2 də var. Yəni bunu nəzərə almalıdır. Yəni şüşlərin kadensiyası Humayunun kadensiyasının tərkibində də istifadə olunur. Özü də ki, hər cümlənin, yəni həm ortada istifadə oluna bilər, həm də sonda ifadə oluna bilər. 67-ci nömrə misal üçün Ramiz Zohrabov, zəhmət olmasa qabağa verərdiniz, Ramiz Zohrabov şəkil çıxsın və o deməli, bəli, Ramiz Zohrabov deməli bir parçada qabağa 66-cı nömrə, sonra Humayun təsnifidə 67-ci təsnifidə göstərir, zəhmət olmasa. 67 növbə ilə gəlir. 67-ci təsnifə bir baxın. Yəni, burada alaca belə bir sir var. Üzeyir bəy yəni, bütün o əsaslar kitabında musiqi parçalarını bəstələyərkən hər parçanı cümlə ilə təqdim edir. Ona görə Azərbaycan təhlilinin belə balaca bir sirri var. O sir nədədir? Cümlələrlə lazımdır təyin etmək, mütləq cümlələrlə. Yəni, əsərin başlığına baxıb, sonuncu səsinə baxıb, yəni, ladı təyin etmək düzgün deyil. Yəni, çünki bizdə belə bir məsələlər, məqamlar var ki, Humayun yalnız lad deyil, prosesdir. O prosesin içində, əgər tərkibdə, yəni, əgər siz əsərin içində hər 4 xanədən bir cümlə yaranır. Bir baxın, yəni, birinci, ikinci, üçüncü, dördüncü biz melodiya başlayır re bemol səsindən. Re bemol belə alınır ki, fa dayaqlı və Humayunun təsdiq edən səslərdir. Üzeyir diqqətlə, yəni o əgər oxusun, yəni yazır ki, Humayun üçün maraqlı bir hadisə odur ki, əsər həmin səs qatarının 4-cü pilləsindən başlayır. Həmin əsər, yəni Ramiz Zohrabov kitabında 4-cü pillədən başlayır. Sonra 4-cü xanəyə baxırıq, deməli, yenə də, yəni fa dayaqlı səs qatarı götürsək, 4-cü pillədə də, yəni birinci cümləsi bitdi, sonra 4-cü pillədə bitdi 8-ci pillə, yəni 8-ci, yəni biz görürük ki, əvvəldə 4-cü pillələr işləyir. Mümkündür ki, sonuncu xanəni verəsiniz bir vərəqə qabağa. Amma, yəni sonuncu məsələdə biz nə görürük? Sonuncu məsələdə biz görürük ki, dayaq do səsində durub. Dayaq do səsində deyilir ki, yəni sübut edilir ki, güya ki bu şüşlərin rəngidir. Amma əslində isə tərkibində nə qədər cümlələr var ki, Humayunun istinad pilləsinə, yəni tonikasına əsaslanır. Deməli, sir nədədir? Sir ondadır ki, Humayun şüşlərlə bərabərdir. Əgər şüşlərdə hansı bir melodiya təqdim olunur, biz deyə bilərik ki, bu həm şüşlərdir, həm də Humayunun bölməsidir. Amma əgər biz parçanın kadensiya yerlərində həm 4-cü, həm 2-ci, həm 3-cü, həm 6-cı pillələrlə müxtəlif zonalarda, əsərin müxtəlif yerlərində, əvvəlində, ortada, sonda, hətta şüşlərin tonikasını üzləşdirək, o deməkdir ki, biz Humayunun parçasını araşdırırıq.
Belə. İndi belə bir məsələni də istəyərdim bildirim. Mənim müəllimim ilk əsaslar dərsindən Üzeyir bəyin yəni tələbəsi olub, Fərman müəllim. İllərlə Asaf Zeynalov adına kollecdə, yəni bugün biz deyirik, musiqi texnikumda, yəni o zamanlar işləyirdim. Burada Ramiz Sohrabov olub. Ramiz Sohrabov həmişə dəqiq, yəni bu məsələni yəni ortaya çıxardırdı ki, bəli deyir, iki dənə şüşlərlə olar, yəni baxış yaratmağa deyir. Amma yəni şüşləri götür, dayan 3-lə 6-cı pillədə alınır şüşlər. Amma həm də əgər 2 ilə 4-cü pərdələrə toxunmalar izlənilir kondensiya parçalarında. Lap da birinci cümlədə, yəni əsərin ortasında, amma əsər şüşlərin tonikası ilə bitir. Amma tərkibində hansı bir cümlə var idi ki, ikinci pillədə bitmiş cümlələr var idi. Deməli, bu artıq Humayunun parçasıdır. Çünki Humayunun parçası tələb edir ki, əsərin hansı bir yerində, hansı bir cümləsində 2 və 4-cü pillələrə, yəni tam kadansla, yəni istinadlar olsun. Bu qədər. Suallarınız əgər varsa o Yola xanım, siz çox belə dərin qatlara toxunursunuz deyə valla ona çünki Gülnaz xanım sual verə bilər. Gülnaz xanım axıra gəlmişsiniz. Kimin sualı var? Buyursun. Yəni Gülbər xanım çox ətraflı şüşlərlə Humayunu bizə başa saldı və bundan sonra biz də əsəri bildik ki, təhlil edəndə ancaq bəli, şüşlərlə Humayunu çox yaxın bir vaxtlardır, bəli. Və bu bizə, mənə şəxsən yenilik oldu, çox təşəkkür edirəm Gülbər xanım. Bir milli nəzəriyyələ məşğul olaraq biz bunu bildirməliyik, yenə də qaldırmalıyıq, yenə də Üzeyir bəyin kitabını oxutturmalıyıq. Çünki bütün sirlər kitabın içindədir. Üzeyir bəy özü deyib, şüşlərdə nə var? Hər şey aiddir Humayuna. Yəni, hansı gözlə, bəzi hətta müəllimlər mənim yanıma yaxınlaşıb soruşur, bəs Humayunun kadensiyaları hanı? Hara baxaq? Yəni deyim, əgər Humayun bölməsində musiqi parçası var, musiqi parçasının içində kadensiya var. İlk öncə ondan başlayaq. O biri tərəfdən Üzeyir bəyin yəni istiqamətləri var. O deyir ki, şüşləri bənzərdir, amma içində, yəni başlanğıc çox zaman 4-cü pərdədən olsun, həmin səs qatarında. Nəzəri gedən insanlar gərək bunu, həm tələbələr bunu dinləsin, mütləq. Siz yəqin ki, dərsdə bunu tətbiq edirsiniz, bəli. Amma ki, bax, indi gənc doktorantlar bunu mütləq dinləməlidirlər və bunu bilməlidirlər, nəzəriyyəçilər əlbəttə ki. Çünki xalq musiqisi ilə məşğuldur, o adam gərək, bəli. Biz bizim milli nəzəriyyəmizi mütləq tanıtmalıyıq. Mütləq. Dilbər xanımla bizi çəkən olsun. Mən çəkəcəm. Zəhmət olmasa.